Əgər siz də ev işlərini tənzimləyə bilmirsinizsə, heç də narahat olmayın, çünki siz tək deyilsiniz. Mən də qaça-qaçda olan bir ana kimi proqram tərtib edib işlərimi cədvələ salıram. Əks halda çatdıra bilmərəm. Bizim evdə soyuducu həmişə bir qapılı olub. Amma nə yalan deyim, həmişə 4 qapılı, içi geniş, nəhəng bir soyuducu xəyal etmişəm. İndiki soyuducumu çox bəyənirəm, çünki hər bölməsində fərqli temperatura qoya bilirəm. Hətta kosmetik zonası da var. Bütün baxım məhsullarımı orada qoruyub saxlayıram. Soyuducu təmizliyində çalışıram ki, kimyəvi maddələrdən istifadə eləməyim. İndi sizə hazırladığım qarışımı da göstərəcəm. Təmiz bir qabın içərisinə 1 dolu çay qaşığı soda, alma sirkəsi və soyuq su əlavə edib qarışdırıram. Bu qarışımla mətbəxdə istədiyiniz səthi təmizləyə bilərsiniz. Soyuducunun rəflərini isə çıxardıb şampunla yuyacağam. Çünki onlar yemək qalıntılarına və yağa daha çox məruz qalırlar. Şampunla yumaqda fayda var. Bu sirtmələrdə temperatur fərqli olduğuna görə meyvə tərəvəzi uzun müddət təzə saxlaya bilir. Bir də soyuducudan pis qoxuların gəlməsini istəmirsinizsə, ən azından gün aşırı nəm dəsmalla rəfləri silin və qidaları mütləq yoxlayın. Bundan əlavə, içərisinə kofe dənələri, çay sodası və ya quru çörək qoysaz, qoxunu canına çəkəcək. Bir də məhsulların tez xarab olmasını istəmirsinizsə, çalışın, soyuducunu çox doldurmayın. Bəli, doğru eşitdiniz. Soyuducunu həddindən artıq dolduranda içəridəki hava dövranı pozulur. Nəticə etibarilə məhsullar soyuya bilmir və tez xarab olur. İçəridəki soyutma effektini azaldan nüanslardan biri də dondurucu hissənin buz bağlanmasıdır. Əgər həmin hissədə 1 sm-dən artıq buz varsa, mütləq buzdan təmizlənməlidir. Soyuducunun ən isti yeri isə qapılarıdır. Ona görə qapılara məhsul qoyanda diqqətli olun. Mən illərdir həftəlik planlarımı bu cür yapışdırıram. Çalışıram ki, maqnitlərdən istifadə etməyim, çünki soyuducunun üzəri istər-istəməz cızılır. Bir də bu soyuducuda ən xoşuma gələn tərəfi odur ki, sağ tərəfdəki dondurucunu mən istəyəndə adi soyuducu kimi də istifadə edə bilirəm. Yəni, yuxarıda yerim olmayanda bəzi yeməkləri aşağı qoymaq məcburiyyətində qalıram. O zaman temperaturu normal soyuducu temperaturuna salıram. Bu videonun da sonuna gəldik. Özünüzə yaxşı baxın. Allah amanında.